Hədislərdə qeyd olunur ki, üç şey var ki, Allah yanında milçəyin qanadı qədər də bir dəyərə malik deyil. Birincisi, əs-salatu aləl-adə. Adət üzündən namaz qılmaq. Məsələn, bir insan namaz qılır, elə adət eləyib namaza. Huzur qəlbi yoxdur. Heç fikirləşmir ki, Allaha nə deyir, Allahdan nə istəyir. Ona görə alimlərin tövsiyəsi budur ki, yaxşı olar ki, namazın sözlərini bilək. Bilək Allahla danışanda Allaha nə deyirik və Allahın müqabilində duranda ondan nə istəyirik. Və zikru alə qaflətin. Qəflət üzündən zikir deməyin Allah yanında bir dəyəri yoxdur. Dil öyrəşib. Məsələn, 100 dənə salavat deyir Peyğəmbərə, 100-cüdə ayılır ki, mən Peyğəmbərə salavat deyirdim. Elə dil deyir, qəlbindən heç nə keçmir. Vərdiş halına. Bəli, vərdiş halına alıb, adət halına alıb. Üçüncüsü, əs-salatu alən-nəbi bi qeyri hörmətin. Ki, Peyğəmbərə ehtiram qoymadan ona salam göndərir, salavat göndərir. Peyğəmbərə ehtiram budur ki, Peyğəmbər salavatullah xüsusi şəriət gətirib. O şəriətin bütün pərdələrini yırtır, bu yandan Peyğəmbərə salavat göndərir, salam göndərir. Təşəkkür edirik, Hacı.